Nərimanov rayon məhkəməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi qəsdən sağlamlığa yüngül zərər vurma ilə təqsirləndirilən Ali Babayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Proses hakim Tural Musayevin sədrliyi ilə keçirilib. İttihama görə hadisə 26 yanvar 2026-cı il saat 20:30 radələrində Nərimanov rayonunda baş verib. Ali Babayev qısqanclıq zəminində qeyri-rəsmi münasibətdə olduğu Fəxriyə Səmədova ilə mübahisə zamanı ona yumruqla zərbə endirib. Hadisə nəticəsində qadının alt dodağının sol yarısında yumşaq toxumaların şişkinlik halında əzilməsi və iç səthində cərrahi tikiş tələb edən əzilmiş yara xəsarəti yaranıb. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər kimi qiymətləndirilib. Ali Babayev məhkəmədə özünü təqsirli bilib, zərər çəkmiş şəxslə barışdığını və dəymiş ziyanın tam ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edib. Fəxriyə Səmədova da tərəflər arasında barışıq əldə olunduğunu, ziyanın ödənildiyini və hazırda ona qarşı heç bir şikayət və tələbinin olmadığını təsdiqləyərək məhkəməyə yazılı ərizə təqdim edib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub və böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilib.